Salam əziz dostlar, ücbün praktiki yolla müalicəsi davam edir. Onlardan biri də və çox güman ki videonun sonudur, yəni sonuncu videoda çəkirik bu barədə. Biri də budur ki, özündən üstün olanlara insan baxmalıdır, özündən aşağı olanlara yox. Məsələn, elmdə, ibadətdə özündən aşağı olanlara yox, özündən geri qalanlara yox, özündən öndə olan şəxsiyyətlərə, ariflərə, alimlərə baxmalıdır. Onların görəcək ki, onlar dənizdə bir damladır. Əgər onlar dənizdə bir damladırsa, mən kiməm? Mən heç kim, heç nəyəm. İnsan öz heçliyini neynəyəcək? Anlayacaq. Xülasə ümumiyyətlə ücbün ən böyük dərmanı fəna və fəqrdir. Fəna yəni Allah yanında yoxluq, özünü yox hesab eləmək. Fəqr isə Allaha olan möhtaclıq, yəni özünü Allaha möhtac hesab eləmək. Bu cür insan düşünsə, bu şuuru insan özündə oyatsa, onda insan özünü Allah qarşısında sıfır nöqtəsində görəcək və özündə bəyənilən bir öz, bir mən tapa bilməyəcək. Sağ olun.